Hörmətli, dəyərli izləyicilər, hər birinizi salamlayıram. Hər birinizə Allahın salamı olsun. Hörmətli, dəyərli izləyicilər, bugün biz sizə Balakən rayonunun Hənifə kəndində gözəl bir əmlakı təqdim etmək istəyirik. Onun təqdimatını həyata keçirəcəyik. Gördüyünüz əmlak belə bir əmlak. Yol kənarında Hənifə kəndinin əsas yolu üzərində yerləşən belə bir gözəl bir əmlak satışa çıxarılıb. Gördüyünüz kimi yol kənarında mağazası, buradan mağaza kimi, pekarni kimi istifadə etmək olar və yan tərəfində belə astanovkası var. İnsanlar burada dayanır, kənd cəmaatı və buradan marşrutla rayona asanlıqla gedə bilirlər. Gördüyünüz kimi iki tərəfdən yol gedir. Bu Hənifə kəndinin əsas yoludur və digər tərəfdən başqa istiqamətə belə bir yol. İki tərəfli yoldur. Hər iki tərəfdən də marşrut işləyir və əsas yolun üzərindən belə bir tək qapı var. Buradan içəri keçmək üçün və digər tərəfdən küt qapılardır. İndi mən sizə onu təqdim edəcəyim. Gördüyünüz kimi digər tərəfdən belə bir küt dəmir qapıları var. Bir qapı həyətə, birbaşa evin qabağına açılır. Digər qapı isə digər tərəfdən dam, naves olan bir tərəfdir. Orada təsərrüfatla məşğul olunur. Və indi biz daxil oluruq həyətə və həyətin təqdimatını etmək üçün. Dəyərli izləyicilər, həyətə daxil olduq. Gördüyünüz yaşayış evi, qarşıda gördüyünüz bu yaşayış evidir. Çox gözəl, hər bir şəraiti olan möhtəşəm bir evdir. İlk öncədə mən sizə göstərdiyim mağazanın arxa tərəfindən onun daxili görünüşünü mən sizə təqdim edirəm. Bura naves kimi istifadə olunur. Yəni mağazadan birbaşa bura keçmək mümkündür və genişləndirmək üçün arxa tərəfə uzatmağa da imkan var. Gördüyünüz kimi bura mağazanın daxili görünüşüdür. Belə. Buradan hər cür məqsədlər üçün istifadə etmək olar. Ticari məqsədlər üçün. Gördüyünüz belə bir mağazadır və arxa tərəfdə də belə oturmaq üçün navesi. Yəni bu tərəfə də uzatmaq olar, genişləndirmə olar sahəsini və geniş bir ticarət mərkəzi yaratmaq olar. İlk öncədə mən istəyirəm həyət torpağını, həyət yanı torpağı sizə təqdim edim və pay torpağını təqdim edim. Ondan sonra evin daxili görünüşünü mən sizə təqdim edəcəyəm. Gördüyünüz bu həyətidir. Belə. Həyətdə hamamı onu sizə təqdim edirəm indi. Gördüyünüz belə bir hamamı var. Həyətdə. Gözəl yaşıl həyəti olan, dekorativ ağaclarla bəzədilmiş gözəl bir həyəti var. İndi keçirik hasardan digər təsərrüfat sahəsi olan tərəfə. Dəyərli izləyicilər, hasardan keçdik. Gördüyünüz bu qarşıdakı əldamıdır və onun qabağında belə bir navesi var. Burada cücələr saxlamaq üçün və digər məqsədlər üçün istifadə etmək olur. Yəni belə bir
şərait var, gözəl təsərrüfat qurmaq üçün. Və digər tərəfdə belə kürə var, çörək bişirmək üçün 26 dənə çörək gedir bir dəfəyə. Və ondan sonra belə bir təndirxanası var. Bu təndirə də 16 çörək gedir. Belə təsərrüfat qurub yaşamaq istəyən insan üçün hər cürə şərait var, hər cür ticarət qurmaq üçün, təsərrüfat yaratmaq üçün gözəl bir şərait var. Keçdik arxa tərəfə, evin arxa tərəfidir bura. Bura meyvə bağıdır. Gördüyünüz bu bağda hər cürə ağaclar var. Fındıq var, armud var, alma var və digər meyvələr. Bütün sort meyvələrdən burada tapmaq olar. Qarşıda gördüyünüz bu naves toyuq yuvasıdır. Toyuqlar saxlamaq üçün. Və qarşıdakı hasar Hənifə yolu boyunca olan hasardır. Yəni o hasar boyunca da istənilən tikintini burada ərsə gətirmək olar. Gözəl bir yerdə yerləşən əmlakdır. Hər cür məqsəd üçün buradan istifadə etmək mümkündür. Dəyərli izləyicilər, mən sizə həyətyanı torpaq sahəsini, bağ sahəsini sizə təqdim elədim. İndi keçirik arxa tərəfə. Bir də burada mən sizə kombi sistemini göstərmədim. Gördüyünüz kimi ev kombi sistemlidir. Arxa tərəfdə belə şkafı var. İçində kombi yerləşdirilib. Yəni hər cürə şərait internetindən tutmuş hər bir şeyi olan bir əmlakdır. Yenidən həyata keçdik. Həyətyanı torpaq sahəsinə keçdik. Gördüyünüz belə bir gözəl həyatı, hər bir şəraiti olan gözəl bir yerdir. Daxil oluruq evin daxili görünüşünü təqdim etmək üçün. Daxil olduq evə. Girişdə belə bir pilləkənləri gözəl taxta materialından işlənib. Oradasa 8-10 dənə pilləkəndir. Padvallıdır. Gördüyünüz bu qapı padvala keçən qapıdır. Qalxırıq üstə. Pilləkənlərdən birbaşa qalxdıqda burada rakvina yerləşdirilib və buradan birbaşa daxil oluruq. Bura mini mətbəxdir. Baş tərəfində hamamıdır. Belə sanuzel otağı. Bura mini mətbəxdir və bundan başqa digər mətbəx otağı var. Deməli birbaşa pilləkəndən qalxıb mətbəxə, sanuzel otağına, oradan digər evlərin otaqlarına keçə bilirik. Girişdə belə bir böyük zal otaq. Çox gözəl, yüksək səviyyədə bahalı materiallardan istifadə olunaraq ev təmir olunmuşdur gözəl şəkildə. Deməli, divar kağızları bahalı kağızlardan istifadə olunub. Arxa tərəfdə yenə belə bir otaq. Gördüyünüz kimi. Və keçirik digər otağa. Burada da belə bir gözəl otaq var. Deməli bir zal, iki otaq arxada.
geniş otaqlardır. Və zal otağın baş tərəfində ikinci belə bir mətbəxi var. Gördüyünüz gözəl mətbəx mebeli düzülmüşdür. Xaladelniki, divar şkafı və mətbəxin pəncərələri arxa bağa açılır. Gözəl görünüşü var arxa tərəfə. Dəyərli izləyicilər, bütün həyət yanı torpaq sahəsi, pay torpağı, yaşayış evinin bütün təqdimatını mən sizə etdim. Gördüyünüz belə geniş otaqları, mətbəxi olan evdir. Və evdə gördüyünüz bütün əşyalar da evdə qalmaq şərti ilə satılır. Belə bir gözəl, böyük təsərrüfat, belə gözəl, geniş ev istəyən hər kəs bizimlə əlaqə saxlayıb bizdən ətraflı məlumat ala bilər. Dəyərli izləyicilər, əmlakın qiyməti videonun altında göstəriləcəkdir və oradan qiyməti öyrənə bilərsiniz. Dəyərli izləyicilər, dinlədiyinizə görə çox sağ olun. Videoları bəyənib kanalımıza abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın.